Hadi. Hamıya salam, hər vaxtınız xeyir olsun. Yeni bir vloqa başlayıram. İndidən hər birinizə xoş izləmələr arzu eləyirəm. Bu dəfəki vloqda istəyirəm yenə də sizinlə biraz söhbət eləyək, həm də etdiyim bəzi işləri sizlər üçün çəkmişəm, bir video halına gətirmişəm. Həmin gün də mən səhər erkəndən oyandıq, yenə də yoldaşımı yola saldım. Biraz keçdi oğlum oyandı, başladım evi təmizləməyə. Divan örtüklərini çıxartdım, çünki oğlum bu son vaxtlar biraz xəstə idi, qaytarmışdı falan, batmışdı, ona görə çıxartdım. Onları qoydum qırağa ki, aparıb yuyacam. Və bu arada onu deyim ki, keçən vlogda da demişdim, biz bu evə yeni köçmüşük, kiraya qalırıq. Və burada sadəcə, belə deyim də, qonaq otağı var, yəni bir otaqlıdır, bir dənə də kuxnası var, amma heç bunu sizlər üçün deməmişdim. Bu, belə deyim də, qaldığımız evin otağı ilə kuxnasının çıxışları ayrıdır. Köhnə, belə deyim də, o vaxtın həyət evlərindəki kimi, yəni çıxışı ayrıdır. Və həmçində tualet hamam da həyətdədir. Və burada sadəcə divan var, amma divan açılıb, yəni kravat kimi olur. Ona görə də rahatdır bizim üçün. Və bu arada şkaf da yox idi burada. O gördüyünüz də parça şkaflardandır. Qaynanamın şkafıdır. Bizə verib ki, burada istifadə edə bilək. Normalda əslində divanın altı bazalıdır. Mən elə istifadə edirəm, amma yenə də əlimizdən tutur, ən azından paltarlarımızı oraya yığa bilirik. Hansı ki, əzilməsin deyə ütülüb hazır qoymaq falan rahat olur mənə. Bundan sonra dışarı çıkmadan önce bana haber veriyorsun. Bir şapka, başını öne eğ, içeri gir, odayı bul, silahını çek, yakarım de, gerekiyorsa da yakarım. Gel, olmaz. Çek. Şapka getirmedik ya o açıdan. Buradan gel. Haberiniz var. Tamam abi. Bu arada videonun əvvəlində deməli fikir verməmişəm. YouTube üçün deyil də Instagram modu ilə çəkmişəm. Yəni telefonu çəkməmişəm də. Ona görə videoların boyutlarında biraz fərq ola bilər. İndidən üzrlü sayın. Və bir də ola bilər soruşa bilərsiniz ki, bəs sən oğlan deyil, niyə pəmbə paltar geyinib? Dediyim kimi oğlum son vaxtlar biraz xəstə idi, qaytarırdı, çox demək olar bütün paltarlarını batırdı. Qaynanam baldızımın geyimlərindən falan verib ki, onlar da birdən lazım olar, geyindirərsən. Yəni, onları mən demək olar ki, davamlı geyindirmirəm, öz geyimləri var sadəcə. Bəzən belə nadir hallarda lazım olanda falan, paltarları çəkiləndə, heç qalmayanda onlara müraciət eləyə bilirəm belə. O paltarlardan arada geyindirirəm, yəni. Getdi. Videonu oğlumla birgə o qucağımda onunla çəkdiyim üçün biraz çətinlik yaşadım, amma olsun, hər çətinlik üstəsindən gələrəm. Belə buzluqdan ətimi çıxartdım, dedim axşama yeməyi. Əvvəl deməli qaynanamgildən qalanda mənə biraz rahat olurdu. Nəyə görə, hansı tərəfdən, hansı baxımdan izah edeyim sizə də. Məsəl üçün onlarla olanda mən balaca baldızım var, oğlum demək olar ki, ondan gün boyu oynayırdı da. Başı qarışıq olurdu. Onunla bərabər həm oyun oynayırlar, yemək yeyəndə, nəsə içəndə falan hər şey birlikdə eləyirdilər də. Ən azından mənim də bir həm özümə ayıracaq vaxtım olurdu, həm də işlərimi rahat görə bilirdim. Amma indi elə deyil, istər-istəməz ikimiz evdə sadəcə axşamdan axşama yoldaşım gəlir. Onda da sadəcə onunla bir balaca oynayır, sonra yatmaq vaxtı olur. Gün ərzində mən həm işlərimi görməliyəm, həm də onunla zaman keçirməliyəm. Amma əslində bu düzəni sevirəm yenə də. Burada axşam yeməyini hazırlamağa başlamışam. Amma siz görəsiniz ki, arxa planda oğlum oraları necə dağıdır. Yoldaşım gəlir, burada onunla biraz oynayırlar. Hər yer bu dəqiqə çox bərbad hala düşdü. Bayaq gördünüz də, mən yeməyi pişirəndə buralar tamamilə yoğuldu. Zaten sizə göstərdim. İndi də burada kotlet edirəm. Deyə bilərsiniz ki, kotletin niyə soğanları bu qədər böyükdür. Və ətçəkən işlətməyə vaxtım olmadı. Yoldaşım demişdi, biraz gec gələcəm. Mən də ona görə dedim ki, yaxşı o gələndə mən də yiyərəm. Sonra dedim ki, tez gələsi oldum. Ona görə elə göstərəm tərsi balaca doğramışam. Şimdi biraz ola bilsin videodan böyük görünür.
Yəni belə bu formada. Bu gün onsuz da qarda siləcəkdim. Belə də alındı. Məcbur onsuz da silməliyəm. Tez yeməklər pişsin, üstündən götürüm hər bir şeyi. Fıstıqla vuracağım. Bir dənə qəşəng yağı tamam ərisin. Daha doğrusu yağı köpüklənsin, belə çıxsın da, qabarsın. Ondan sonra inşallah ki təmizləyəcəm. Burada da zaten çox az kotlet elədim. Zaten 2 nəfərik. Bir də balaca belə mərcimək çorbası pişirdim. Bu da zaten yenə dediyim kimi 2 nəfərik deyə çox da əlavə eləməyə ehtiyac duymadım. Yoldaşımla özümə bir balaca sırf orucumuzu açmaq üçün belə su qoyuram. Biz bunu sərəcəm soğusun. Aparım qoyum süpürüyə. Da belə. Güzel. Allah oruç tutan hər kəsin orucunu qəbul eləsin, niyyətini qəbul eləsin. Burada artıq iftarımızı eləmişik, çayımızı içirik. Və bu video isə növbəti gündən çəkilibdir. Səhərsi gündən çəkmişəm. İlk olaraq durdum, yenə də yoldaşımı yola saldım, oğlum ayıldı. Daha sonra mamama demişdim, gəlsin biraz mənə kömək eləsin. Mamamın gəlinə kimi biraz həyəti süpürdüm. İndi qazı silirdim. Buralarda falan da yağ qalmışdı. Bu Asperox sarı güc var ay. Ondan vurdum. Dünən siləcəkdim əslində də halım olmadı yeməkdən sonra. Ona görə qaldı. Görün necə şeylədi. Bu yağları əridi. Hətta burada mərcimək tökmüşdü. Axı dünən bəlkə görmüşdünüz. Videoda düşmüşdü səhv eləmirəmsə. Görün necə onu əritdi. İndi bir dənə siləcəm. Axır nəticəyə də baxaq. Dəhşət bir şeydir bu. Necə əridib yağı. Mən görürdüm həmişə ki, qızlar falan paylaşırdılar Instagramda. Bu qədər effektli olacağını düşünmürdüm. Çox yaxşıdır. Çox. İndi bu dəmirlərin üstünü də bundan siləcəm, görüm hələ. Yəni təmizləyim, gəlirəm. Həyəti təmizlədim, belə oldu. Bir də ki, burada axşama süpə edirdim. Biraz sıradır, altını söndürdüm. Deməli, bu necə olur? Son vaxtlar yəni hər yerdə qarşıma çıxırdı. Dedim, qoy mən də eləyim. Burada deməli, bir qaşıq çəkilmiş ət var. İndi qalan şeyləri əlavə elədik ki, sizə göstərəcəm. İndi bir balaca tomat, bir balaca da duru nanə qoydum. Şimdi karıştırıram, biraz çeksin. Gedirəm indi bunun tərbiyəsini hazırlamağa, müşvər demişəm. Hazırlayın, əlavə eləyəndə göstərəcəm. Deməli, tərbiyəsi üçün isə biraz qatıq, məndə də biraz artıq idi. Bir staşan yazıb əslində reseptdə, amma məndə artıq idi deyə o qədər vurdum. Bir dənə yumurta, bir də bir yemək qaşığı un töküləcək. Şimdi bunları qarışdıracağım. Biraz da vurum. Qaşıq balaca ola bilər. Всё. Şimdi yumurtanı da vurup bunları karıştıracağım. Ondan sonra bir balaca deməli yeməyin də su tökəcəm. Bunun içərisinə su tökəcəm. Qaynayacaq biraz. Onun qaynayan suyundan bir balaca, bir çömçə bunun içərisinə əlavə edəcəm ki, bu qarışımı ora tökəndə çürüməsin. Ondan sonra biraz bunu qarışdırandan sonra direkt hamısını boşaldacağım oraya. İndi nəticəni göstərəcəm sizə. Son nəticə. Bir də dadını da deyəcəm ki, necə alındı. Mən ilk dəfədir yoxlayıram. Elə hazır mamam bizdəykən qərar verdim. Dedim ki, ən yaxşısı qoy atamgilə dedim, qaynatamgilə dedim, axşama iftara bizə gəlsinlər. Elə Allah verəndən nə oldu? Pişirdim, qoydum süfrəyə, çağırdım, gəldilər. Birlikdə nuş elədik. Hər gün vlog və yaxud da nəsə video story falan paylaşmasam, deyərəm ki, şeydir də görməyiblər də həmişəki halını. Deyəcəklər bəlkə indiki halı kimi qalır həmişəyə buralar, amma bircə dənə qonaq gəlib sadəcə və buraların halı. İndi mən başlayıram təmizləyə. Burada da yuyulmalı qablarım yığışıb. Bunları yuyacağım.
Bir də buraları təmizləyəcəm. Burada təzə alınan bir şeylər var, alış-veriş edib yoldaşım onları yerləşdirəcəm falan belə. Bayağı buraları təmizləyib gələcəm birazdan. Qabların tam yarısını yumuşdum ki, mamam gil gedəsi oldu, oğlum qaytardı falan. Ona görə işlərim yarımçıq qaldı. İndicə yoluna qoyub gəlmişəm. Pomidor xiyarı qoyacağım. Xaldenikə. Burada lavaş var. Bunu almışam ki, sahurda bir şeylər eləyəm. Niyə bu qədər alt düzü bilmirəm yoldaşım. Çox alıb, bayağı bilsəydim elə bugün yemək yeyəndə bunu istifadə eləyərdim. Axşam zaten qonaq gəlmişdi. Kartofu aparım qoyum yerinə. Bunu hələ ki qoyum. Ay. Yerləşdirərəm bunu da. Kartofun yeri burada əslində. Bu orta bölümə. Mən bunu yerləşdirə bilməyəcəm. Nəysə, yerləşdirim gəlir. Saçıma başıma fikir verməyin. Üzə davam edirəm qablarımı yumağa. Suyu açıram. Yallah deyib başlayıram. Bir də nəyə gedəydim? Bugün bilirsiniz ki 5-ci gündür. Qızılcıq, daha doğrusu keçdi 6-cı günə. Qızılcıq şərbəti var idi. İndi elə qablarımı yuya-yuya qızılcıq şərbətinə baxacağım. Belə. Bu arada məndən sahur üçün video istəyirsiniz ki, sahurda nələr eləyirsən falan çək paylaş. Ayrı bir vlog olsun deyə demişsiniz. Bir nəfər yorum yazmışdı. Dedim, niyə də izləyicilərimin fikirlərini nəzərə almayım. Çünki bu videolar zaten sizlər üçün çəkirəm. Bəlkə azacıq olsa bir faydam olar deyə. Həm də mənim üçün hobidir. Suyu açıq qoymuşam bu arada qızsın deyə. Birdən elə bilərsiniz israf edirəm. Nəysə, heç nə. Bu vlog yəqin ki bu qədər oldu. Çox sağ olun ki məni izlədiniz. Fikirlərinizi yenə də rəylərdə bölüşsəz mənim üçün xoş olar. Hələlik sağ olun. İnşallah sabah yəqin ki bir dənə də sahur vlogu gələcək. Hələlik.